Salam değerli izleyicilerimiz. Biz hal-hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan Ramil Rahimovun ocağındayıq. İgid qəhrəman oğlumuz Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən haqq savaşında antiterror əməliyyatları zamanı qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldı. Bugün biz özümüzə borc bildik. Vətənpərvər xanımlarla və şəhid ailələrimizlə birlikdə Ramilin ailəsini, övladlarını ziyarət edək. Allahdan şəhidimizin ailəsinə səbir diləyək, məkanının cənnət olmağını diləyirik. İstəyirəm ki, Ramili dünyaya gətirən qəhrəman anamız Gülhəvva ananı dinləyək. Elə oğlu haqqında olan xatirələrini bizim izləyicilərimizlə bölüşsün. Buyurun Gülhəvva ana. Salam, axşamınız xeyir olsun. Çox sağ olun Raziyə xanım, xoş gəlmişsin hamınız. Dəyərli analarınız, Florana, Elmərana, Leylana, Rəşqəndana, Leyla xanım, Arzu xanım, Raziyə xanım, xoş gəlmişsiniz hamınız, çox sağ olun. Siz həqiqətən də vətənpərvər xanımlarsınız, vətənpərvər qızlarsınız. Sizin kimi qızların, xanımları görəndə həqiqətən də adam qürur duyur, fəxr edir. Mənim elimin, millətimin, xalqımın belə vətənpərvər, qeyrətli qızları var. Bu, yəni, söz gəlişi deyil, bu, mən səmimi deyirəm, həqiqi sözümdür. Siz həmişə şəhid ailələrinin yanındasınız, heç zaman unutmursunuz, çalışırsınız. Əlinizdən gəldiyi qədər onları tanıdasınız, yaşadasınız, çox sağ olun. Sizə təşəkkür edirəm. Ramil də gördüyünüz kimi, bax, burada dünyaya göz açır, burada böyüyüb, burada boya başa çatır. Burada uşaqlığı keçir, məktəbə gedir. Nə bilim, hər şey burada olur, hər şey. Hər şey. Biz sizinlə fəxr edib qürur duyuruq. Bax, evinizə gəlməmişdən öncə biz getdik Şəhidlər Xiyabanına, Ramili ziyarət etdik. Ona da Allah'tan rəhmət diləyərək bildirdik ki, ruhu şad olsun. Bugün onların qanı canı bahasına alınmış torpaqlarımızda bayram tədbirləri, bayram şənlikləri keçirilir. Bax, bu oğulların qanı canı bahasına Ali Başkomandanın müdrik siyasəti nəticəsində torpaqlarımız öz azadlığına qovuşdu. Elə bax, burada gördüyünüz bu anaların hər biri hərəsi bir qəhrəman oğul anasıdır. Mən istəyirəm ki, Flora ana, siz də öz ürək sözlərinizi deyəsiniz. Buyurun. Çox sağ ol Raziyə xanım, bizi bura gətirdiyinizə görə dəvət elədiniz. Biz də gəldik bu günləri, bu gözəl gündə, Ramazan ayında, bayramlar ayında, bayrama qarışırıq. Biz də bu evi, bu ailəni ziyarət elədik. Onların sevincinə şərik olduq, dərdlərinə şərik olduq. Bəli, evlad acısı çox ağırdır. Özü də elə igid, qəhrəman oğul olar. Allah mən nə deyim? Valla, hamımızın dərdimiz birdir, hamımız eyni dərdi çəkirik. Ancaq yenə də bir 32 ildir bu dərdi çəkən bir ana kimi mən sizə səbir dözüm arzulayıram. Harada olursunuz olun, öz hərəkətinizlə, öz əməllərinizlə o balalarınızı yaşadın. Onların həmişə qoy başları uca olsun ki, bəli, mənim belə qeyrətli ailəm var, anam var, atam var. Mənim belə ailəm var. Ona görə mən sizə nə deyim ana? Allah sizi var eləsin. Allah həmişə bu evinizə xeyir işlərə gələk bundan sonra. Bir daha bu evdə pis gün olmasın. Bu evdə həmişə bax, necə Ramilin özündən sonra bəli, onun ad günündə onun o balaca balası dünyaya gəldi. O da bəlkə sizə bir sevinç gətirdi evinizə. Ramilin yoxluğunu sizə bildirməmək üçün. Allah onu sizə pay verdi. O paya baxasınız, həmişə sevinəsiniz. O balalara baxıb həmişə sevinəsiniz. Canınız sağ olsun. Allah burada gələn bax, mən də Leyla xanıma, Arzu xanıma, Rəşqəndanıya, Leylanıya, Elmiranıya çox sağ ol deyirəm ki, bəli, biz bu günləri, bu gözəl qapını açdıq. Gəldik, bu ailə ilə bir yerdik. Allah sizə də can sağlığı versin. Bəli, həmişə şəhid ailələrinin yanındasınız. Onlarla bərabərsiniz, dərdimiz dərdimizdir, sevincimiz sevincimizdir. Çox sağ olun deyirəm, var olasınız. Həmişə xeyir işlərə gedək Gülhəvva ana. Allah sizə səbir dözsün.
Bəli, Ramil kimi oğullarımız bax məhz Elşadın, İlhamın, İlqarın, Ceyhunun və Ceyhunların qisasını aldı deyərəm. Elmira ana, buyurun bir iki kəlmə sizə öz ürək sözlərinizi. Mənim evladım itkindir. İtkin anasıyam. İtkin şəhid anasıyam. Rəziyə xanım, əvvəla çox sağ olun. Allah razı olsun ki, məni bu ailələrlə tanış edirsən. Mənim evladımın döyüşüb, qanı tökülən torpaqlarda bu yiğitlər alıb. Onların sayəsində Allah rəhmət eləsin, mən gedib evladımın döyüşdüyü torpağı görmüşəm. Gülhəvva Hanım, Allah rəhmət eləsin. Allah sizə dözüm, səbir versin. Bundan sonra heç ananı evladı ilə imtihana çəkməsin. Leyla ana, buyurun. Ben de keşfiyatçı Ahmet Ülgar'ın anasıyam. Bugün Gülhavan'ın yanında olmağı özüme gurur duyuram. Allah ilk önce bütün şehitlerimize rahmet eylesin ki onlar biz yadları birbirimize doğum eləyir, birbirimizi əziz eləyibdir. Ona göre Allah onlara qəni-qəni rəhmət eləsin, məkanları cennet olsun. Tezliklə itkin balalarımızdan da şad xəbər gəlsin. Amin. Razı xanım sizə də, Arzu xanım sizə də, Leyla xanım sizə də sizi öz təşəkkürümü bildirirəm ki, həmişə bizim yanımızdasınız, həmişə bizə dayaqsınız. Allah sizlərdən razı olsun. Hər birinizə öz təşəkkürümü bildirirəm. Siz sağ olun, siz var olun. Burada bizim bir anamız da var. Qarabağ torpağından olan və oğlunu da məhz o Qarabağ torpağında qurban verən analarımızdandır. Ramillər şəhid oldular ki, Ceyhunların qisasını alsınlar. Buyur Rəxşəndə ana. Valla hamısının axşamınız xeyir. Bana Allah gözəl balana rəhmət eləsin, yeri cənnət məqamıcı olsun. Mən Ceyhun Kərimov Ceyhunun anasıyam, kəşfiyyatçı Ceyhunun anasıyam. Yəni mən sizə çox təşəkkür edirəm ki, Raziyə xanım bizi gətirdin bu ailəyə, bu ailə bizi ziyarət elədik bu əziz gündə. Allah hamınıza can sağlığı versin, Allah bütün şəhidlərimizə rəhmət eləsin, yerlər cənnət olsun. Arzu xanıma, Leyla xanıma sizə çox böyük təşəkkür edirəm. Anaların əllərindən öpürəm. Allah hamısına səbir dözüm versin. Amin inşallah. Çox sağ olun. Şəhidlərimizə rəhmət eləsin. Amin. Hər zaman şəhid ailələrinin yanında olan vətənpərvər xanımımız Arzu xanım buradadır. Çalışır ki, hər şəhid ailəsini ziyarət edib onların könlünü alsın. Şəhid tədbirlərinin təşkilatçı aparıcısı. Buyurun Arzu xanım. Çok sağ olun Raziye Hanım. Teşekkür ederim bir daha size. Bəli, Gülhəvva ana, bugün sizin ziyaretinize iki oğlunu itirmiş iki ana gelip. Bakın, təsəlli budur. Leyla anamız, Rəşqəndə anamız, İtkin anamız, bəli, İlhamın anası, Flor ana, 32 il oğul həsrəti ilə yaşayan analar. Sizin yaranız təzədir. Bəli. Bayram tonqalları qurulur Xankəndində. Ramil kimi oğulların antiterror əməliyyatı zamanı qəhrəmancasına şəhadətə ucalmış oğulların sayəsində. Bəli. Özündən sonra körpələri dünyaya gələn oğulların sayəsində. Bugün onların ruhu şaddır. Ona görə ki, o körpələr, o insanlar illərlə həsrətdən sonra bugün Xankəndidə, Xocalıda, Şuşada bayram keçirdə bilirlər. Məhz sizin oğullarınızın sayəsində. Biz necə sizləri yad etməyə bilərik, necə sizlərin yanında olmaya bilərik. Bizim də bir vicdan borcumuz var. Biz də bir vətənpərvər Azərbaycanlı kimi, bir ana kimi bugün özümüzə borc bilirik ki, sizin kimi anaların yanında olaq. Bu bayram günlərində, adi günlərdə, adi günlərində, xatirə günlərində fərq etməz. Adi günlərdə hər zaman istəyirik yanınızda olaq, sizin yanınızda sizlər. Sağ olun, Allah köməyiniz olsun. Həmişə yanınızdasın. Hər zaman yanınızda olmağı özümüzə borc bilirik. Çünki sizlərin oğulları, məhz bizlərin evlatları xoşbəxt yaşasın deyə canlarını fəda edirlər. Mən Allahdan sizə səbir diləyirəm. Mən ilk dəfə Yağmur balamı qucağıma alanlardan biriyəm. Keçən il Yağmur dünyaya gələndə özümə o qədər fəxr, qürur hissi ilə orada olmağı
məcbur etdim ki, mən orada olmalıyam. Mən o körpə doğulanda yanında olmalıyam o ailənin. Olduqlar. O körpəni mən almalıyam qucağıma. Bəli. Bugün Yağmur balamızın artıq 1 yaşı oldu. Atasız keçən 1 yaş. Allah saxlasın. Arzu Allah edirəm ki, gələcək işıqlı olsun. o körpə balaları böyütmək sizə nəsib olsun. İnşallah. Onların toyunu görmək nəsib olsun. Onların xoş günləri, uğurlu günləri hər zaman sizlərlə olsun. Sizə ömür arzu edirəm ki, o körpələri şəhid adına layiq böyüdüb cəmiyyətə təhvil verəsiniz və bugün o xanımlarla da fəxr edirəm ki, öz həyat yoldaşlarını uca tutur, adlarını əziz tutur və o ada layiq davranışları ilə nümunə olurlar. Allah xoşbaxt etsin balalarınızı, nəvələrinizi. Sizlər nə yaş ki varsınız ki, bu günləri biz sizin kimi insanların qapısını açırıq, sizlərdən örnək götürürük, səbir götürürük. Allah sizi qorusun. Raziyə xanım, təşəkkür edirəm. Çox sağ olun. Biz sizə təşəkkür edirik, minnətdarıq. Artıq 2-ci ildir ki, bax, ben tez-tez gəlib gedirəm. Ona görə ki, Ramilin xüsusi sevgisi var mənim qəlbimdə. Bilmirəm niyə görətsə, amma onun vaxtsız ağaran o saçlarını görəndə özümə təsəlli ancaq sizi görə bilirəm. Bəli, bu cür qəhrəman oğullarımız məhz Azərbaycan xalqının bütövlüyü uğrunda torpaqlarımızın işğalına könüllü gedib qəhrəmancasına şəhid oldular. Məqamınız uca, məkanınız cənnət olsun. Əziz şəhidlərim, hər biriniz bizim üçün əziz və doğulmazsınız. Hər birinizin yeri xüsusidir. Hər biriniz Allahın dərgahında cənnətdəsiz, oradan bizi izləyirsiniz. Ruhunuz şad olsun, qarşınızda baş əyir, əziz analar. Hər birinizin qarşısında baş əyir, əllərinizdən öpürəm. Tanrı sizi qorusun ki, biz də sizə baxaq, sizlərlə fəxr edək. Təşəkkür edirəm Arzu xanım. Bəli, burada bizim bir vətənpərvər xanımımız da var. O Azərbaycandan kənarda yaşasa da mütəmadi olaraq doğma vətənimizə gələndə özünə borc bilir ailələri ziyarət etsin. Leyla xanım, buyurun. Mən də nə deyəm, hamısını dedilər, hər şəhid analarına baxdıqca doğrudan ürək ağrısı keçirdirəm, həm də ki, belə baxıram, qürur duyuram ki, belə igid oğulların anaları da, belə igid oğullar böyüdü, bizim torpaqlarımızı azad etdilər. Mən özümə hər dəfə gələndə borc verirəm, özümə birinci növbədə gələndə şəhidlər xiyabanını ziyarət edirəm. Sonra ata-anamı ziyarət edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah anaların bütün əllərindən öpürəm. Bu gözəl müqəddəs aydada ki, hər şəhid ailəsinə getdikcə elə bir ziyarət qapısına gedib ziyarət edirik. Allah sizə səbir versin analar. Allah sizə dözüm versin. Allah canınız sağ eləsin sizdən də Raziyə xanım. Çox sağ olun. Mən gələndən dedim Raziyə xanım. Mən istəyirəm hər şəhid anasının qapısına ziyarət edək, qapılarına ziyarət edək. Nə deyim, çox danışmaq olar. Şəhidlər bizim başımızın tacı necə vaxt unudulmaz. Nə ki Azərbaycan var, şəhidlərimiz var. Nə ki siz yaşayırsınız, ana, şəhidlərimiz yaşayacaq. Siz analar yaşamalısınız ki, şəhidlərimiz yaşadasınız. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Allah sizlərini... Hər birinizə təşəkkür edirəm, dəyərli xanımlar, dəyərli analarımız. Bəli, qəhrəmanlar can verdi yurdu yaşatmaq üçün. Bu oğullar vətən torpaqları uğrunda canlarını düşmən gülləsinə sipər etdilər. Doğma torpağımızın hər qarışını azad etdilər. Vətən sağ olsun. Vətən sizi, siz vətəni unutmadınız. Vətənin qəhrəman oğulları.